Hello əzizlərim, kraska qoyacağım, rəng qoyacağım başıma. Bu arada dırnaqlarımı da qısaltmalı, rəngini dəyişməliyim. Düzü 5-10 gündə saxlaya bilərdim, amma yox, bezdim rəngindən. Nəysə, saçımızdan danışırdıq axı. Kera Colors bu nömrəsini tapsam deyəcəm 12.1, hə. 12.11S və bu 9% 30 və yaxud ən güclü açıcı ilə qarışdıracağım və baş saçıma rəngi qoyacağım. Sizə saç rəngimi göstərim. Yaş halda da olsa, indi qurudandan sonra bir də göstərərəm. Və internetdəki rəngi ilə, mağazada da baxdığım kataloq rəngi ilə demək olar ki, eynidir. Məndə bir tık elə bilin ki, tünd görünür. Ya mənim gözümə elə görünür. Belə. Kera 12.11S. Təzələdim, belə necə deyim, açıq mərcan rəngimi, çəhrayının mərcanla qarışığımı, belə bir rəngdə əsl yay rəngidir. Düzdür, 5 gündə gözləyə bilərdim, minimum bir 3 gün, amma neysə, həftəsi tamam oldu, bəlkə haradasa təzələdim. Dediyim kimi, əvvəl Eveline 8-i birində bas çəkdim, o quruyandan sonra 2 qat bulaqdan, amma bir qat quruyur, gözləyirəm, sonra ikinci qat quruyur, ondan da 3 dəqiqə sonra Golden Rose'un Quick Dry Top Coat var, onu. Olaraq pastelin bu yeni çıxan Kind 443. Düzdür, obursu da bu seriyadan idi, amma bir fərq var, bu seriyadan olur bəzən, onda türklər də deyirdi, mən obursu lak çəkəndə hiss eləmədim, amma bunda var, sanki o biraz köhnəlmiş laklar necə biraz zorla çəkilir. Bax, elə idi azacıq. Elə bir ki, biraz saqqız kimi olmuşdu. Görək bu neçə gün qalacaq. Gözlərim, quru-quru saçlarım bu. İnternetdəki şəkildə oxşayır. Bəlkə bir damcı cüzi fərqi var. Mən həm, amma yaraşdırmadı bu rəngi. Mən həm yaraşdırdım, həm yaraşdırmadım. Yaraşsa da 50-50 söhbəti. Yaraşsa da, yaraşmasa da nə yapalım olanı bu, türklər demiş. O güzelim saçlarımı yakmayacağım. Gözləyək gibi çıxacaq, onsuz da bir 3 həftəyə filan başqa renk qoyarıq. Amma bu rengi sevirəm. Biraz da açılacaq yuduqca. Ne yapalım? İşte bu saçlarla takılacağız. Sizləri sevirəm. Hello, good morning. Gəlin sizə gün ışığında da saçımı göstəreyim. Yaxşı rəngdə əslində. Belə, pepelin rəngi də küllüdür. Və dünənləri axşamüstü idi, yəni gün ışığı ayrı. Belə ayrı. İndi evdə də göstərəcəm. Evdə də gün işığında belədir. Mənim saçımda kulaqda qalmır. Hello, again. Nəysə, biz gedirik, Səlimlə keyfimizə kebab düşüb. Gedək kebabçıdan aşağıdan təndir kebabdan, yəni Yasamalın qarşısından kimdən alaq. Gələk axşamda inşallah Azərbaycan Dövlət Dram Teatrına gedirəm. Sehirbazlar Dərəsi Kamal Abdullah'ın tamaşasıdır. Kamal Abdullah'ın əsəri əsasında yazılmış. Bir niyə getmişəm, hamısı bilməli deyəyim. Təblir özəli başınızdır. Səni nə qəşən ağac çiçəklərim, amma bilmirəm, nar çiçəyidir ya yox. Bu zeytundur. Zeytun çiçəyi deyil. Yox, bu iydədir, əstəğfurullah. Bu iydədir ya zeytun. Bu iydəyə oxşayır. Hə, amma bunlar, yox, bunlar nar çiçəyi deyil, nəsə dekorativdir. Gəlin, nə qəşəyindir. Çox qəşəyindir. Səlim qoymur çəkim gülləri. Bakıda Yasamalda buradan yuxarı Daşqaya idi o heç. Çoxlu ağaclar var idi. Meyvə ağacları, dekorativ ağaclar, akasiyalar, iydələr, zeytunlar, üzüm meynələri, əncil ağacları, tut ağacları, hətta armudacım var idi. Sonra bizim bu Novostroykanı tikənlər, o necə ki maşınlar deyir ki əsas cibişdanımdır, piyadanın canı cəhənnəmə. Ona görə kəsdilər ağacları, əsas cibişdandır. Novostroykaları tikdilər və ağaclıqlara son qoydular. Yaşıllaşmanın da dünya aləm vecinə deyil. Dərinə gedəndə birincisi iştiraf eləyir. Həmin o tingləri aparıb təzə bir bağ salmaq olar da. Mənim mamam Məmircanda göl qırağındaydı da, əvvəllər lap evləri. Orada bilirsiniz nə var idi? İnnab ağacları, püstə ağacları. Püstəni bilirsiniz də, 30 neçədən aşağı od qiymətnədir. Püstə, fistaşka, fıstıq. Nə bilim, nə deyirsiniz ondan. Tapa bilmirik, cibimizə uyğun deyil. Doluyydum, amma deyil, yığırdıq qışda
qışda təbiət bizi doyuzdurur da. Allah bizə o nemətləri verir də. Nə olsun? Yaxşı oldu. Qədrini bilmədik. Oraları şor göl bastı. Püstə itdi, nabdaki belə. Yəni Bakının özündə püstə ağacları belə evdiliyinənsə itvötök idi. Nə oldu? Qəşəng qiymətlədir. Heç kim də ala bilmir. Ürəyim püstə istəyir, amma neyniyim? Çox bahadır. Yəni Allah bizə hər neməti verib. Biz insanlar pisik. Ona görə də Allah alır əlimizdən. Deyir ki, bax bu. Bu da sizin cəzanız. Gedin, baha-baha alın, yana-yana qalın. Deməli, bu Catrice'in göz paletidir. Hər şey gözəldir. Rənglərini sevirəm. Göz üçün də istifadə eləmiyorlar. Hətta elə rənglər var ki, highlighter, bronzer, rumyana kimi də istifadə etmiyorlar. Amma hər gözəlin eybi olan kimi bunun çox böyük eybi var. Heç yana düşmür, heç yana sınmır. Bax, durduğu kimi başlayır refillər qırılmağa. Bu qırıldı, gözəl rənglər. İndi də bu. Deyəcəksiniz ki, spirtdən, presdə, qoy, xalacinika falan bəsməkən eləmişəm. İnanın, yenə də qırılır. Obursu bir dənə də var bundan. Bunun nömrəsi pozulub. Hə, o da elə çıxacaq ya yox. Mən bunu bir sevdiyim göz paletidir ki, amma qırıla gedir də. Sizdə də elədir. Kimdə bu belə varsa, elədirsə mənə yazsın, zəhmət olmaz. Son zamanların komplimentar və mənim sevdiyim Fleur de Cristal. Lalic'in ətridir, komplimentar ətirdir, orijinal ətirdir. Vloglarımdan baxa bilərsiniz, hardan aldığımı, müdiriyyət dəyişirdi. Neftçilərdə bir mağaza var idi. Oradan almışdım endirimlə. Bütün vloglarımı YouTube'da izləsəz biləcəksiniz. Tərkibi güldür, gördüyünüz kimi. Müşk var, sandal və əmbr var. Yəni bunu həm tünd qoxu sevənlər, həm də ki yüngül qoxu sevənlər, bir də ki bütün sevənlər sevəcək və bütün fəsillərə uyğundur. Gül ətri olan seriyadandır. Hello, mən getdim teatra. Bu gün sabah onsuz da teatrlar sezona çıxacaq. Atmosferin dəvəti ilə Sehirbazlar Dərəsi Azdramada olacaq. Kəmal Abdullah'ın əsəri əsasında gedək baxaq. Bir qədər fantastik bir əsər olmalıdır. İnşallah nələrsə çəkə bilsəm paylaşacağım. Gəldim, çıxdım. Azdramı görək bıraxçıyla içək. Tapazlarını düşün. Çaptığım yerde. Allah özü çömeğim olsun. Gelmedi. Burada sana sen elbette. Beni de bilirdin. Evvel ahır gelecekti. Evvel ahır görüşecektik biz senden. Beni de var edin yıklarımda. Sert, tekebbürlü. Bilirsen ama, bilirsen de şişon koydun beni. Bilirsen de cenaya las koydun beni. Senden kardeşim Şahre'ye, akıl ay kardeş var demediğim bir gecem bir gündüzün olmadı aklım keseri. Sehirbazlar Dərəsi mistik bir əsərdir. Paralel dünyalardan danışır. Hardası kvant, yəni sizin kuantum istisliklər, kvant fizikasından, sufizmin elmləri var, fəlsəfi fikirlər var, mistika var,
deməli Sehirbazlar Dərəsində Karvanbaşının görmədiyi atası hər kəsin qorxduğu və etdiyi işdən çörək pulu kimi yox, hətta hardasa sağlığında ləzzət aldığı cəllad başının axtarmağı, səyyah adlı bir ruhlar aləminin böyle canlılar aləmi arasında bağ yaradanından Ağ Dərvişin ruhundan, hansı ki daha sonra başqa bir inkarnasiya keçib, başqa bir vücudda tapıb, ondan danışır. Maraqlı və qeyri-adi bir əsərdir. Baxmağa dəyər. Kemal Abdullah'ın Sehirbazlar Dərəsi əsəri əsasında səhnələşdirilib. Bayaqları Jador şeydir, bir seriyalı, biri inşaatçılardadır, bir desin Targovdadır, hardadır. Bir de Nizami, elə bilin ki, metrosu yanında da, Draman qabağındakı yeraltıdadır. Qızlar deyir, xanım nə geçən xanımsız, o vaxtın deyir, qədimi deyir, belə geçən türk aktrisaları var idi, onu oxşursuz. Siz kimi deyir, Hülya Avşar'ın falan cavanlığı dövründə o aktrisaların adlar yadımdan çıxdı, onları oxşadılar. Mən də onlardan həmişə xoşum gəlir. Sağ olsun. Çıxanda da görürəm ki, bir-birləndilər ki, xanımın nə qəşəng aurası var. Sonra çıxırdım, elə bilin ki, Azdramanın qabağından çıxdım, bu tərəfində də, çayxananın qabağından. Gördüm, ailə qəşəng maraqlı belə, özü belə keyfiyyətli mallar qoyublar. Amma belə qəşəng şalvar var idi, balerolar var idi. Bir dənə o Qədimovski belə indi də yox. Necə deyim, 50-mi, 60-cı illərimin yufkaları var, başına 10 manata aldım. Giyməyə də yer yoxdur, elə şalvarın üstündən giyindim, gördüm, 42-də gördüm, olur. Çox qəşəngdir, keyfiyyətlidir. Heç demərsiniz ki, belə 10 manata satılır. Görürsən, harası qalıb, gətirib satılır. Deməli, belə yufka aldım. 50-ci, 60-cı illərin, hardasa 70-ci illərin yufkasına oxşayır. Amma cavanlığımın yufkasına çox keyfiyyətlidir. Mən belə başa düşdüm ki, bu hansısa mağazində olur, qalıq qalır, bir dənə, iki dənə gətirib qoyublar. Çünki bir dənə belə polka idi, 10 manata cürbəcür balerolar, baxın, elə qalın, keyfiyyətli, patklatqası, astarı zadı var. Özdə məncə Rusiyanındır, favori markasıdır. Ona getdi, baxın. Burada EU, yəni indi bizdə EU ilə gedir 42, Ruslardan 48-dir. Qəşəng də qaldı. İndi buna uyğun gərək ya britelka, ya belə bu rənglərin uyğun göy, yaşıl, sarı, ağ, salatlı belə futbolka dar, britelka və yaxud belə kimono neynəsə kamilləşdirmək olar. Hətta belə pencək də almaq olar. Belə çox gözəldir, materialı çox keyfiyyətlidir. Yenə də deyirəm, bu 10 manatlıq mal deyil. Ola bilsin hansısa mağazin bağlanırmış, qalıq qalıbmış, necə deyirlər, astatka elə satılıb.